axşamınız xeyir olsun. Hər birinizi salamlayıram. Salam, axşamınız. Axşamınız xeyir olsun. Mən Əhmədli Nadir. Axşamınız xeyir. Axşamınız xeyir. Mən Əhmədli Nadir, Akademon Təlim və Tədris Mərkəzinin təsisçisi, direktoruyam. Həmçinin də özüm insan resursları üzrə təlimçiyəm, insan resursları üzrə dərslər tədris edirəm. Bizim bugünkü webinarımızın təlimçisi Rafiq bəydir. Rafiq bəy peşəkar mühasibdə, aparıcı mühasib olaraq çalışır. Uzun müddətdir bu sahədədir. Bugün bilmirəm, keçən webinarda olanlar yəqin ki var aranızda. Keçən dərs sadələşdirilmiş vergi ilə bağlı Rafiq bəyin bir webinarı da olmuşdu, ödənişsiz webinarı. Bugünkü webinarda Rafiq sizə tədris edəcək. Maksimum dərəcədə bu mövzuda olan biliklərinizi sizlə bölüşməyə çalışacaq. Mənim hər hansı bir sözüm yoxdur. Əlavə olaraq kiminsə bir sualı, sözü varsa mənə buyurub verə bilər. Oldu. Hər hansı bir sözünüz, sualınız yoxdursa, onda mən sözü verirəm Rafiq bəyə. Rafiq bəy təlimə başlasın. İnşallah çalışın, diqqətli olun ki, müəyyən biliklər əldə edəsiniz. Hər birinizə uğurlar. Salam, axşamınız xeyir olsun. Deməli, vaxt itirmədən təlimimizə başlayaq. Neçə dəqiqə ekran paylaşmayayım. Deməli, bugünkü təlimimiz torpaq tikili avadanlıqların uçotu barəsində olacaq. Vergi məcəlləsində, belə deyim, buna əsas vəsaitlər də deyilir. Sonra torpaq tikili avadanlıqlar və uzun müddətli maddi aktivlər kimi də adı gedir. Biz bugünkü təlimimizdə nələr öyrənəcəyik? Ekranım tam görsənir də yəqin ki, əgər kimdəsə görsənməsə, səsim yaxşı gəlməsə deyə bilər. Deməli, uzun müddətli maddi aktivlərin mahiyyəti və uçotu, tanınma prinsipləri, əsas vəsaitlərin əldə edilməsi zamanı ilkin dəyəri müəyyən edilməsi, torpaq tikili avadanlıqların amortisasiyasının hesablanması metodları, əsas vəsaitlərin yenidən qiymətləndirilməsinin uçotu, əsas vəsaitlərin satışı və balansdan silinməsinin uçotu. Deməli, birinci növbədə bir ümumi olaraq məlumat kimi sizə çatdırım. Baxın, uzun müddətli maddi aktivlər deyəndə, yəni ümumiyyətlə aktivlər bildiyimiz kimi şirkətin, belə deyim də, şirkətin iqtisadi fayda gətirən hər şeydir. Yəni şirkətin bir var dövlətidir. Var aktivlər iki yerə bölünür. Uzun müddətli aktivlər var, qısa müddətli aktivlər var. Qısa müddətli aktivlər onlardır ki, yəni belə deyim də, satış məqsədi üçün əldə edilən aktivlərdir. Əsas 200-cü hesablarda müxavirləşmə 200-cü hesablarda qeyd olunur. Məsələn, mal alışı, satışı ilə məşğul olan malın provodkası 205-ci hesabdır. Yəni qısa müddətli aktivlər 205-ci hesabda, uzun müddətli aktivlər, yəni əsas vəsaitlər 100-cü hesabda qeyd olunur. 111, amortisasiyası 112, bu haqda danışılacaq. Deməli, webinara başlayaq. Uzun müddətli maddi aktivlər nələrdir əsasən? Yəni, mahiyyəti nədir? Uzun müddətli maddi aktiv deyəndə nə nəzərdə tutulur? İstifadə müddəti 12 aydan çox olan, dəyəri 500 manatdan yuxarı olan maddi aktivlərdir. Deməli, sonra belə deyim də, bu maddi aktivlərə nələr aiddir? Torpaqdır, bina tikili qurğulardır, sonra nəqliyyat vasitələrdir, maşınlar və avadanlıqlardır, hesablama texnikasıdır, sonra mebellərdir, inventarlardır, digərlər, yəni belə deyim. Bunların
Amortisasiya dərəcələri var. 7%, bina tikili qurğularda 7%, nəqliyyat vasitələri 25%, maşın avadanlıq 20%, hesablama texnikası 25%, mebel inventlar 20%. Yəni bu haqda yəni nə cür hesablanır faizi ilə bu haqda praktik olaraq məsələlər barəsində də məsələlərlə başa salacağam sizi. Deməli, torpaq tikili avadanlıqlar hansı hesablarda dediyim kimi 100-cü hesablarda qeyd olunur. 111-ci hesablarda əsas vəsaitlərin, TTA-ların dəyərləri. 113-cü hesabda əsas vəsaitlərin məsrəflərin kapitallaşdırılması, 112-də isə yığılmış amortisasiya. Əsas vəsaitlərin, məsrəflərin kapitallaşdırılması odur ki, yəni əsas vəsaitlər uçota alınana kimi, belə deyim də, 113-cü hesabda qeyd olunur. Yəni əsas vəsait istifadəyə verilənə kimi 113-cü hesabda qeyd olunur. Bura məsəl üçün ilkin dəyərlər daxil olur. Ondan sonra əsas vəsait belə deyim, istismara veriləndən sonra 111-ci hesaba keçir və bunlar bildiyimiz qədərilə mühasibatlıqda, müharibələşmədə 100-cü hesablar debitdə artır. Yəni məsəl üçün əsas vəsait alsam, məsələn 100 minlik əsas vəsait alanda, hansısa bir avadanlıq alanda, maşın alanda 111-in 113-ün debitinə düşür. Sonra əsas vəsaiti istismara verəndə 113 keçir kreditə, kredit hissəsində göstərilir. 111-in debiti artır, yəni əsas vəsait istismara verilir və deməli, əsas vəsait istismara veriləndən sonra bu amortisasiya hesablanır. Deməli, əvvəlcə amortisasiya barəsində ümumi olaraq bir məlumat verim ki, yəni amortisasiya nəyə görə hesablanır? Yəni məqsəd nədir? Ümumiyyətlə amortisasiyanın məntiqi nədir? Amortisasiya xərcə silmək deməkdir. Yəni məhsul deyəndə, yəni əsas vəsait avadanlığın biz əlbəttə ki pul verib məsələn avadanlıq almışıq. Bunu biz xərc kimi tanıtmalıyıq. Ondan ötürü də nə etməliyik? Yəni biz amortisasiya hesablayırıq. Yəni belə deyim, xərcini tanıtdırırıq. Yəni bu xərcin tanıtdırmağı barəsində də bir ümumi məlumat verim. Yəni bu xərc ümumiyyətlə gəlirlər, xərclər harda istifadə olunur, nə işə yarayır? Yəni belə deyim də, gəlir və xərclər əsasən mənfəət vergisinin hesablanmasında özünü göstərir. Yəni mənfəət vergisinin hesablamasında. Məsəl üçün bir misal çəkim. Tutaq ki, mən 100 minlik satış eləmişəm. Onun 20 mini xərcdir. 20 min də xərcim var mənim. 100 min satışım, 20 min xərcim. Mən mənfəət vergisi hesablayanda nə edirəm? 100 mindən çıxıram 20 mini, qalır 80 min. Onun da 20%-ni tapıram. Mənfəət vergisini hesablayıram. Yəni dövlətə ödəyirəm. Sonra belə deyim. İndi baxın, bu gəlirlərin xərclər, yəni mənfəət vergisində, yəni xərcin çox olmağı, gəlirin çox olmağı mənfəət vergisinə necə təsir eləyir? Bu barədə danışım əsas ki, yəni amortisasiyanı da tam olaraq başa düşəsiniz ki, yəni amortisasiya niyə hesablanır? Baxın, mühasibatlıqda belə bir qayda var. Mən məhsulu alanda tutaq ki, 100 manatlıq məhsul almışam, xərc çəkmişəm, 100 manatlıq məhsul almışam. O məhsulu mən əvvəlcə xərc kimi tanıda bilmirəm. Məsəl üçün 100 manatlıq mal almışam, onu mən xərc kimi nə vaxt xərc kimi tanıdıra bilirəm? 100 minlik mal, məsəl üçün 100 manatlıq malı məsələn 200 manata satıram. Artıq o mal, yəni satılanda, yəni mənə belə deyim də, fayda verəndə mən onu xərc kimi
mən onun bir faydasını görəndən sonra mən onu xərc kimi tanıya bilərəm. Yəni malı getdim aldım, yəni xərc kimi tanıya bilmirəm birinci dəfədən. Ona görə də baxın, mənfəət vergisində hesablayanda əsas gəlirlər və xərclərə fikir verilir. Deməli, baxın, indi fikirləşərsiniz ki, baxın, əsas vəsaiti almışam, bunu xərc kimi tanıtdırmalıyam da, pul vermişəm, yəni. Amma mən bu əsas vəsaiti satmıram. Əsas vəsaitdən, belə deyim, istehsalda, yəni istifadə edirəm. Bunu necə, bunu mən belə deyim də, əvvəl-axır mən bəli, əsas vəsaiti, yəni belə deyim, istifadə olduqca artıq mən onu xərcim kimi tanıya bilirəm. Yəni xərc anlayışın belə deyim də, sizə başa saldım. Yəqin ki, təxmini olaraq tutdunuz ki, yəni xərci nəyə görə tanımaq lazımdır və əsas vəsaitlər nəyə görə yavaş-yavaş belə deyim də, ilbəil amortizasiya olunur. Deməli, keçək torpaq tikili avadanlıqlarının obyektin yalnız aşağıdakı şərtlər təmin edildikdə aktiv kimi tanınmasıdır. Belə deyim, həmin obyektlə bağlı gələcək iqtisadi səmərənin müəssisəyə axın ehtimal edildikdə, obyektin dəyəri etibarlı əsasla qiymətləndirilə bildikdə aktiv kimi tanınır. Baxın, məsələn, bunu praktiki bir misal üzərindən sizə başa salım. Bir şirkətdir, şirkətidir. 21.06.2014-cü ildə dəyəri 20.000 manat olan istehsal avadanlığı əldə edilmişdir. 31.12.2016-cı ildə onun balans dəyəri 6.000 təşkil etmişdir, lakin aktiv sınmış və texniki baxımdan istifadəyə yararlı deyil. Aktiv nə satıla, nə təmir oluna bilər. Bu halda aktivin gələcək iqtisadi səmərə gətirəcəyi gözlənilmir. Aktiv satıla bilmədiyi üçün onun satışdan mənfəət əldə oluna, eyni zamanda sınıq olduğu və onun təmir olunması mümkün olmadığı üçün istehsal prosesində istifadə oluna bilməz. Yəni bu avadanlıq artıq belə deyim, gələcək iqtisadi fayda vermədiyinə görə bu əsas vəsait kimi tanına bilmir. Torpaq tikili avadanlıq kimi tanına bilmir. Bir də etibarlı əsasla qiymətləndirmə var. Baxın, burada nə deyir? Deyir, torpaq tikili avadanlıq obyektin tanınması üçün ödənilməli olan digər şərt obyektin dəyərini etibarlı əsasla qiymətləndirə bilməsidir. Əks halda həmin obyekt aktiv kimi tanına bilməz. Baxın, bu nə deməkdir? Bunu praktik misal üzərindən gedək bir də. A şirkətidir, yük maşının 3 illik icarəyə götürülməsi haqqında məsələn, ASL MMC ilə müqavilə bağlanmışdı. Bu şirkət AAACC ASL MMC ilə müqaviləyə bağlayıb, belə deyim də, maşın icarəyə götürür. Müqavilə ləğv oluna bilməz və 3 ildən sonra, yəni müqavilənin şərti 3 illikdir. Yük maşını ASL müəssisəsinə qaytarılmalıdır. Yük maşının icarədə olduğu 3 il ərzində onun saxlanılması və zəruri halda təmiri üzrə məsuliyyət dəqiqə burada şirkətin adı səhv gedib. AAACC-yə belə deyim də, təmir məsuliyyətini bu şirkət daşıyır və həmin yük maşını üzrə mülkiyyət hüququna malikdir AACC. Lakin maşının icarədə olduğu 3 il ərzində onunla bağlı bütün risk və mükafatlar müəssisəyə aiddir. Bu səbəbdən həmin yük maşını aktiv kimi tanınır. Yəni, baxın, AAACC, ASL MMC-dən belə deyim də, yük maşını 3 illik icarə götürülməsi haqqında ASL MMC müqavilə bağlayıb. Yəni, bu şirkət ASL MMC-dən müqavilə bağlayıb, maşını götürüb icarəyə. Əgər bütün məsuliyyət ASC-nin üzərində qalırsa, deməli, yəni belə həm də yəni bu şirkətin artıq olaraq icarəyə götürüb 3 illik.
artıq bu yük maşını bu şirkətin aktivi sayılır. Yəni bu bunu demək istəyir. Bura qədər kimsə nəsə belə deyim də tam anlamadısa soruşa bilər. Sonra davam edək. Əsas vəsaitlərin əldə edilməsi zamanı ilkin dəyərin hesablanması. Baxın, burada ilkin dəyər yəni nə deməkdir? Dediyim kimi, məsələn, əsas vəsaitin kapitallaşması, məsrəflərin kapitallaşması 113-cü hesabdır, düzdürmü? Yəni əsas vəsaiti mən alıramsa, ona məsələn, xaricdən alanda bilirik ki, onun gömrük rüsumu var, onun ədvesi var. Yəni bunun əsas vəsaitin ilkin dəyərin üstünə əlavə olunacaq yoxsa yox? Burada belə deyim, aydınlıq gətirəcəyik. Məsələn, birincidə obyektin alış qiyməti. Baxın, satıcıya ödənilən əsas məbləğ. Məsəl üçün 100 manatlıq mala, tutaq ki, 1000 manatlıq əsas vəsait almışam. Yəni 1000 manat ödəmişəm, əsas vəsaiti almışam. Baxın, burada belə bir şey var. Endirimlər nəzərə alınmamış alış dəyəri. Yəni 1000 manatdan tutaq ki, 100 manat endirim olunur. Artıq əsas vəsaitin ilkin dəyərinə 900 manat daxil olur. Yəni 900 manat göstərilir. Çatdırılma və daşınma xərcləri, yəni əsas vəsait gətirilir, nəqliyyat xərcləri var, yükləmə və boşaltma. Əsas vəsaiti məsələn maşına qoyulur, yüklənir, boşaldılır. Yəni bu xərclər əsas vəsaitin ilkin dəyərinə aid olunur. Sonra var quraşdırma və montaj xərcləri. Yəni əsas vəsaiti gətirirlər, quraşdırırlar. Ustalar gətirir, quraşdırır. Yəni bu xərclər də əsas vəsaitin ilkin dəyərinə daxil olur. Sonra gömrük rüsumları və vergi xarakterli ödənişlər. Məsələn, bilmirəm, yəni məlumatlısınız ya yox, YGB sənədində ümumiyyətlə gömrük rüsumları olur, sonra ədvisi olur. Orada gömrük rüsumları ilkin dəyərə daxil olur. Ədvi isə əvəzləşdirilməyən, yəni əgər məsələn məhsul alıram, onun ədvisi olur. Mən o ədvini əvəzləşdirmirəmsə, yəni belə deyim də, dövlətdən geri almıramsa onu mən ilkin dəyərin üstünə əlavə eləyə bilərəm. Artıq məsəl üçün mən o ədvini məsəl üçün belə deyək də, tutaq ki, 500 manatlıq əsas vəsaitdə onun 90 manat ədvisi var. Yəni bu 90 manatı mən artıq əvəzləşdirsəm, mən onun ilkin dəyərin, əsas vəsaitin ilkin dəyərinin üstünə gələ bilməyəcəm. Amma məsəl üçün mən onu əvəzləşdirməsəm, o əvəzləşdirməməkdə, yəni ola bilər ki, mən ədvi ödəyicisi deyiləm. 500 manat belə deyim, əsas vəsaitin öz qiymətidir. 90 manat da bunun ədvisidir. Mən onu əvəzləşdirə bilmirəm. 590 manat kimi əsas vəsaitin üzərində göstərirəm. İlkin dəyəri kimi, yəni göstərirəm, belə deyim. Aktivin işə salınması üçün sınaq xərcləri. Məsələn, əsas vəsaitdə gəlib quraşdırılıb, yəni test, sınaq olur. Yəni bu da ona xərclər çəkilir ki, bu da əsas vəsaitin sınaq, yəni ilkin dəyərinə daxil olur. Sonra deməli, ilkin dəyərə daxil edilməyən xərclər hansılardır? Məsələn, işçilərin təlim xərcləri. Ola bilər ki, əsas vəsait gəlib, yəni onun istifadəsi üçün təlimlər olur. Yəni onlar əsas vəsaitin ilkin dəyərinə daxil olmur. Sonra aktivin istifadəyə verildikdən sonra texniki xidmət. İstifadəyə verilir nəsə, məsələn, texniki nəsə, baxın, cari təmirdir, sonra reklamdır, məsəl üçün, əsas vəsaitdir, nəsə reklamdır, marketinq xərcidir, sonra cari təmirdir, nəsə texniki xidmət göstərilir. Yəni bu ilkin dəyərə artıq daxil olmur. Deməli, buna aid bir məsələmiz də var.
AAASC-dir, məsəl üçün, şirkətdir. 01-12-2016-cı ildə Türkiyə Respublikasına idxal etdiyi avadanlığa görə aşağıdakı göstərilən xərclər çəkilmişdir. Xərclərin hamısı nağd formada kassa hesabından ödənilib. Deməli, biz avadanlıq almışıq 3 dənə, 6250 manatlıq avadanlıq almışıq. Ümumi məbləğ 18750-dir. Yükləmə məsrəfləri var 3250, sonra ticarət endirim var 350, nəqliyyat xərci 1350, idxal rüsumumuz var 2290. Ədəvi gömrük əvəzləşdirilir, yəni əvəzləşdirilib, yəni bu ədəvi 4534 əvəzləşdirilib, illik saxlama məsrəfləri də 2000 manat. Ümumi məbləğ, yəni bu əsas vəsaiti gətirib çıxardanda, yəni ümumi məbləğ 31724. Amma yəni bunu bu məbləğin hamısını yəni biz əsas vəsaitin ilkin dəyərinin üstünə gələ bilmərik. Baxın, əsas vəsaitin ilkin dəyərinin üstünə hansılar gəlir? Əlbəttə ki, avadanlığın öz qiyməti, yəni satın alma qiyməti 18750. Sonra yükləmə məsrəfləridir, yəni yükləmə boşaltmadır, 3250, bu da daxil olur. Ticarət endirimləri çıxılmalıdır, dediyim kimi, məsəl üçün, buna nəsə endirim olubsa, artıq ilkin dəyərdən çıxılmalıdır mütləqdir. Sonra nəqliyyat xərci var, bu da eyni qədərdə yükləmə boşaltma, yəni nəqliyyat xərci, yəni bunlar da daxil olur. İdxal rüsumu da yəni gömrük xərci də, belə deyim, gömrük rüsumlardır ki, bu da ilkin dəyərə daxil olur. Burada ƏDV gömrük əvəzləşdirilir 4534. Baxın, bu əvəzləşdirilir yazılıbsa, yəni bu o deməkdir ki, biz artıq bu 4534 pulu ödəmişik. Bu əsas vəsait gəlməyindən ötürü. Bunu biz 4534-ü dövlətdən, yəni belə deyim də, geri almışıq. Bu bizim düşüb artıq ödəməmizə. Artıq bu pul bizdə olduğuna görə, yəni belə deyim də, əsas vəsaitin dəyərinə niyə daxil olmur? Yəni sən bunu amortisasiya eləyəcəksən, sən bunu xərc kimi tanıtdıracaqsan da yavaş-yavaş. Sən bu pulu geri almısansa, artıq sən bunu xərcin kimi tanıtdıra bilmərsən. Bir də illik saxlama məsrəfləridir. Bu saxlama məsrəflərini də xərc kimi tanıyırsan, sadəcə olaraq amortisasiya xərci kimi tanıtdıra bilmirsən. Ona görə də bu bizim avadanlığın ilkin dəyərinə aid olunmur. Ümumi 25000, bunların cəmi 25190 eləyir, ilkin dəyərinə aid olur. Bunun müxabiləşməsi, baxın, biz əsas məsrəflərin kapitallaşdırılması 25190, baxın, debitdə artıb 113-cü hesab, ilkin dəyəri artıb 25190. Burada baxın, bizim əvəzləşdirdiyimiz ədəbi var, 241-ci hesaba 4534. Baxın, dediyim kimi, 2000 manat biz xərc kimi tanıtmışıq. Bildiyimiz kimi xərclər də debitdə artır da, yəni. 2000 manatı biz xərc kimi tanıtmışıq, amma yəni bunun üstünə gəlir. Bunun üstünə gəlsə, baxın, bunu deyəndə bu kassadır. Yəni bunun ilkin dəyərin üstünə gəlsə, istər-istəməz bir ilbəil amortisasiya xərci hesablayırıq axı. İlbəil amortisasiya xərci hesablayanda artıq bu 2000 də o xərcə daxil olmuş sayılır, amma elə ola bilməz. Yəni ilkin dəyərə daxil ola bilməz. Sonra bunu avadanlığı istismara veririk. Baxın, 113-cü hesab artıq, baxın, debitdədir. 113-cü hesab keçir, yəni bu məbləğ keçir kreditə, yəni azalır, sıfırlanır. 113 sıfırlandı. Və 111-ci hesab 25190 bizim əsas vəsaitimiz artıq istismara verildi. Və əsas vəsait istifadə olunur. Kimdəsə nəsə qaranlıq məqam varsa deyə bilər, soruşa bilər.
Tamam, davam eləyək. Yenə də qaranlıq məqam olanda mütləq soruşun. Yəni dərs biraz genişdir, həm də qarışıq gələ bilər. Düzdür, bu materialı sizə göndərəcək, amma yenə də yerindəcə öyrənmək daha yaxşıdır. Sonra belə deyim, əsas vəsaitlər deyir ki, kreditlə əldə edilən vaxt faiz xərcləri yarana bilir. Bu kreditlər üçün ödənilən faiz xərcləri əsas vəsaitin ilkin dəyərinin müəyyən edilməsi nəzərə alınmır və yarandığı dövrdə mənfəət zərər hesabatında qeyd edilir. Yəni əsas vəsait alınanda baxın misal üzərindən elə gedək ən yaxşısı. ASC-dən, yəni bir şirkətdən 01.05.2016-cı ildə Turan MMC-dən 5 ay müddətinə 11.200 manat dəyərində 10.000 plus 1.200 faiz məbləği avadanlıq alınıb. Baxın, burada bizim avadanlığımız 111-ci hesabda, bunun 1200-ü faiz olduğuna görə bizim əsas vəsaitimiz, yəni 111-ci hesabda çota alınır 10.000. Bu da ki 531, yəni biz nisiyə almışıq 531-ci hesabda, yəni kreditor. Yəni 10.000 daxil oldu, yəni 1200 daxil olmadı. Sonra baxın, Günəş ASC-də 30.05.2016-cı il ayın ödənişinə, ilk ayın ödənişinə, yəni 2240 manat məbləği 200 plus 240 faiz kassa hesabından ödənir. Baxın, burada bilsiz nəyə görə göstərir? Burada göstərilir ki, həmin o faiz xərci var ki, baxın 240 belə deyim də 1200-ün 1200-ü 5 yerə bölürük, 240 qalır da. Yəni bu 240 artıq bizim belə deyim əsas vəsaitin ilkin dəyərinə daxil olmur ki, yəni biz onu amortisasiya hesablayaq. Amortisasiya xərci kimi tanıdaq, yəni belə deyim. Biz bunu artıq adi xərc kimi 751-ci hesabda faiz xərci kimi tanıdırıq. Uçota alırıq, yəni. Baxın 531-imiz azaldı, 2240 manat pul ödəmişik də kassadan. 531-imiz azaldı, yəni borcumuz azaldı 2000 manat. Bir də faizi azaldı, amma bu faiz bizim faiz xərci kimi, maliyyə xərci kimi tanıtdırır. Sonra burada deməli əsas vəsait əldə etdikdən sonra deyir saz vəziyyətdə saxlamaqdan ötürü deməli təmir xərcləri olur. Deyir çəkilən təmir xərclərindən aşağıda adlar göstərilən əsas vəsaitlərin ilkin dəyərinin artırılmasına xidmət edən təmir xərcləridir. Baxın, məsələn ilkin dəyərə daxil olur, yəni bu təmir xərcləri, məsəl üçün, tutaq ki, 100 minlik əsas vəsait. İndi məsələ üzərindən başa salacağım, prosto üstündən belə ümumi olaraq gedək. Yəni, məsələn, 100 minlik əsas vəsaitə nəsə təmir xərci olanda, mənim 111-imdə 100 min hal-hazırda var, düzdür? Artıq təmir xərci olanda o 111-in üstünə gəlir. Yəni, buradakı bu 3 şərt ödənildi işdə. Baxın, istehsal olunan məhsulların miqdarının artırılması üçün çəkilən təmir xərcləri. Yəni, bilsiz nəyə görə bunlar, belə deyim də, ilkin dəyərin üstünə gəlir? Ona görə ki, məsələn, əsas vəsait alınır. Yəni, bunun bir gücü olur da, belə deyim. Biz artıq o gücü artıranda istər-istəməz, yəni onun üzərinə gəlməlidir. Bu xərc əsas vəsaitin, belə deyim, qiymətini artırmalıdır. İstehsal olunan məhsulların miqdarının artırılması üçün çəkilən təmir xərcləri, istehsal olunan məhsul və xidmətin keyfiyyətinin artırılması üçün çəkilən təmir xərcləri, əməliyyat xərcləri aşağı salmaq üçün çəkilən təmir xərcləri. Yəni, bu 3 şərt ödənildikdə artıq, yəni bu şərtlər belə deyim də əzbərdən bilməliyik, artıq əsas vəsaitin üzərinə gəlinir. Sonra, baxın, belə deyim, bunu misal üzərindən gedək.
ASC ilkin dəyəri 20.000 manat olan və hal-hazırda illik istehsal gücü 10.000 ədəd məhsul istehsal edə bilən avadanlığa sahibdir. Müəssisə 03-10-2016-cı ildə həmin avadanlığı istehsal gücünü illik 10.500 ədəd etmək üçün nağd olaraq 2.000 manat təmir xərci çəkmişdir. Bu təmir xərci yuxarıda sadanan şərtlərə cavab verdiyi üçün əsas vəsaitin ilkin dəyərinə əlavə edilir. Baxın, xərcimdir 221-ci, yəni kassa ilə mən bu pulu ödəmişəm 2000 manat. Və bu 111-ci hesaba gəlir mənim əsas vəsaitimin üzərinə gəlir 2000 manat. Sonra baxın, ASC ilkin dəyəri 20.000 olan və hal-hazırda illik istehsal gücü 10.000 ədəd məhsul istehsal edə bilən avadanlığa sahibdir. 2016-cı ildə avadanlıq illik baxım üçün, yəni sadəcə olaraq illik baxım da belə deyim, nə istehsal gücünü artırmır, nə xərcləri aşağı salmır. Yəni illik baxım üçün 100 manat vəsaitə, yəni kassadan ödənir. Bu yuxarıdakı şərtləri ödəmədiyinə görə artıq biz bunu əsas vəsaitin üzərinə, ilkin dəyərinin üzərinə gələ bilmirik. Və bunu belə deyim də, bu 100 manat əsas vəsait istehsal, belə deyim də, məhsul istehsal etdiyinə görə 100 manat istehsalat məsrəfləri xərcinə aid olur. 100 manat 202-ci hesaba, yəni istehsal olunan məhsulun məsrəflərinin üzərinə gəlir. Sonra burada belə deyim, bizdə təmirdən danışdıq, bir də təmir normaları var. Binalar, tikililər və qurğuların təmir norması 2%-dir. Maşınlar və avadanlıqlar 5%, yüksək texnologiyalar 5%, nəqliyyat vasitələri, yük avtomobilləri istisna 5%, yük avtomobilləri 8%, digər əsas vəsaitlər il sonuna qalıb 3%, köhnəlmə amorti hesablama əsas vəsait üzrə 0. Baxın, təmir norması nədir? Yəni, təmir norması odur ki, əsas vəsaitə müəyyən qədər təmir olunur, məsələn, müəyyən bir məbləğdə. Onu neçə faizi qədər biz təmir xərci kimi tanıtdıra bilirik. Bunu bir misal üzərindən gedim. Baxın, müəssisədə 4 ədəd dəzgah var. Birisi köhnə dəzgahdır və onun balans dəyəri 1638,40 manatdır. Digər 3 ədədi isə yenidir. Və yenilərin hər birinin balans dəyəri 4000 manatdır. Hesabat dövrü ərzində köhnə dəzgah 500 manat, yeni dəzgahlardan biri isə 100 manat dəyərində təmir edilmişdir. Köhnə dəzgahın keçən illərdən 390-40 manat istifadə edilməyən təmir xərcləri yığılmışdır. Yəni mən tutaq ki, belə deyim, 3 il əsas vəsait istifadə olunur. Mən ona təmir xərci çəkməmişəm. Yəni təmir normasından istifadə eləməmişəm. Bu da 390 manat 40 qəpik yığılır. İndi burada bu nə cür hesablanır? Vergi Məcəlləsinin 115-ci maddəsində təmir xərclərinin çıxılmasını vergi məcəlləsi ilə tənzimlənir. Baxın, dəzgaha çəkilən 500 manat təmir xərcindən 81,92 manat deməli, baxın, burada necə hesablanır, mən sizə deyim. 1638,40-dır, düzdür. Bu köhnə dəzgahın balans dəyəri, yəni qalıq dəyəri 1638,40. Bunu amortizasiya olunub, yəni bu qədər qalıb. Bunun 5% plus 390. Yəni, bunun 5% nə qədərdir? 81,92 plus həmən, belə deyim də, bizim normamız var axı. Belə deyim də, 5% norma, bir də köhnədən qalma norma. Cəmi 500 manatda bizim xərc çəkmişik. Cəmi 500 manatdan çıxanda yerdə 27 manat 68 qəpik, yəni pul qalır. Belə deyim,
Biz bu 390 plus 81.92-ni biz amortisasiya təmir xərci kimi tanıtdıra bilirik. Amma 27.68-i yox. 27.68-i artıq adi xərc kimi tanırıq. Baxın, yeni dəzgahın təmirlə çəkilən 100 manat məbləğ isə yuxarıda qeyd edilən maddəyə əsasən norma daxilindədir. Yəni, baxın, 4000 manatın 5%-i nə qədər? 200 manat. Biz 200 manatdan az təmir xərci çəkmişik də. Yəni, norma daxilində olduğuna görə, yəni əsas vəsaitin təmir xərci kimi yəni normaya daxil edə bilirik. Bura qədər kiminsə nəsə sualı varsa, sual verə bilər. Sonra keçək əsas vəsaitlərin amortisasiya olunmağı. Yəni, amortisasiya 4 metodla əsas vəsait amortisasiya olunur. Bizdə əsasən belə deyim, vergi məcəlləsində azalan qalıq metodundan istifadə olunur. Yəni, vergi məcəlləsində əsas azalan qalıq metodudur. Sonra ən çox istifadə olunan düz xətt metodudur. Yəni, bizdə vergi məcəlləsində əsas azalan qalıqdır. Funksional, yəni bu istehsal vahidi metodu, bir adı da, yəni istehsal vahidi metodudur. Yəni, istehsal olunduqca nə qədər istehsal olunduqca, yəni amortisasiya hesablanır. Bir də illərin sayına görə bu çox az istifadə olunan, yəni amortisasiya metodudur. İllərin sayına görə buna 78 metodu deyirlər. O da yəni 12 bir ildən 12 ilin cəmi ümumi 78 olur. Bu barədə danışacağam indi. Yəni ümumi olaraq getdim üstündən. Düz xətt metodu. Düz xətt metodu ən çox istifadə olunan metoddur, dediyim kimi. Düz xətt metodunda əsas lazım olan, belə deyim də, nələrdir? Faydalı istifadə müddəti. Məsələn, əsas vəsait istehsal olunanda orada qeyd olunur. Məsəl üçün, bu əsas vəsait neçə il faydalı istifadə müddəti var. Bir var ilkin dəyər. Bu dediyim kimi, yəni biz ilkin dəyər barəsində danışdıq, əsas vəsaitin. Yəni istismara verilənə qədər bunun ilkin dəyəri olur. Bir də ləğv etmə dəyəri var. Bu da istehsal olunanda orada müəyyən olunur ki, yəni bunun ləğv etmə dəyəri, yəni neçədir? Yəni belə deyim də, əsas vəsait artıq istifadəyə yararsız kimi bir şeydir, yəni ləğv olunmalıdır. Faydalı istifadə müddəti dediyim kimi aktivə nə qədər, belə deyim də, şirkətə nə qədər fayda, neçə il fayda gətirə bilər, bu müddət qeyd olunur. İlkin dəyər dediyim kimi, ləğv etmə dəyəri də, yəni artıq fayda verə bilmir. Yəni faydalı istifadə müddəti bitdikdən sonra yerdə qalan, belə deyim, dəyərdir. Məsələn, əsas vəsait artıq amortisasiya olunduqca, yəni ilkin dəyərdən amortisasiya məbləğləri çıxılır və ləğv etmə dəyəri olur. Belə deyim, bu azalan qalıq metodundan əsasən gedilir. Yəni ilkin ləğv etmə dəyəri odur ki, artıq əsas vəsait fayda vermir, belə deyim. O da istehsal olunanda qeyd olunur, yəni belə deyim ki, bunun ləğv etmə dəyəri nə qədərdir. Sonra deməli, burada düz xətt metodu, yəni stabil olaraq illik amortisasiya olunur. Bu nə cür hesablanır? İlkin dəyərdən çıxırıq ləğv etmə dəyərin, bunları bölürük faydalı istifadə müddətinə, yəni neçə il. Məsələn, bu misal üzərindən gedər. Baxın, müəssisə 25.000 dollar dəyəndə yük avtomobili almışdır. Onun faydalı istifadə müddəti 5 ildir. Yəni 5 il bizə fayda verə bilər və bazar araşdırması nəticəsində ehtimal olunur ki,
5 ildən sonra bu avtomobil $5000 qiymətinə satmaq mümkündür. Yəni bunun ləğv etmə dəyəri 5000 manatdır. Nəticədə illik amortisasiya ayırmaları 4000 manat təşkil edir. Yəni bu nə cür hesablanır? Baxın, 25 mindən alış qiyməti, yəni ilkin dəyərindən ləğv etmə dəyərini çıxırıq. 25 mindən 5000 çıxanda yerdə qalır 20 min. Bunun da istifadə 5 illik müddəti var və 20 mini bölürük 5-ə. İllik biz 4000 manat amortisasiya edirik. Yəni 4000 manat amortisasiya xərci tanıyırıq. 25 mindən 4000 çıxırıq. Məsələn, bu ilin axırından 25 mindən 4000 çıxırıq. Sonra yerdə qalır 21 min. Gələn ilin sonuna 4000 çıxılır. Yerdə qalır 17 min və belə-belə çıxılır. Yəni amortisasiya xərci kimi tanınır. Sonra azalan kimisə nəsə sual varsa verə bilər. Azalan qalıq metodu, əslində azalan qalıq metodunun düsturu biraz qəliz görsənə bilər, amma çox sadədir, yəni asan yolunda deyəcəm, yəni hesablama yolu. Azalan qalıq metodu, yəni məhsul əsas vəsait istifadə olunduqca, belə deyim də, gücü azalır da, belə deyim. Ona görə də bunun fayda vermək belə deyim, gücü azaldığına görə hər il əvvəlki ildən daha az amortisasiya xərci hesablanır. Bu necə hesablanır? Azalan qalıq metodu deməli aşağıdakı bu cür hesablanır. Məsələn, birinci il amortisasiya xərci ilkin dəyər bildiyimiz kimi başa salmışam. Çıx amortisasiya məbləği üzrə məbləğ. Bu nədir? Yəni faizidir. Yerdə qalıq dəyəri. Baxın, bunu məsələ üzərindən daha aydın sizə başa salım. Deməli, avadanlığın ilkin dəyəri 10.000 azim, faydalı istifadə. Kimisə nəsə sualı var? Aha, deməli davam eləyək. Avadanlığın deməli ilkin dəyəri 10.000 azim, faydalı istifadə müddəti isə 5 ildir. Onda amortisasiya norması 20% təşkil edəcəkdir. Bu halda hesablama aşağıdakı kimidir. Baxın. Burada hesablama nədir? İlkin dəyərimiz 10.000-dir. Yəni bizim 10.000 əsas vəsaitimizin dəyəridir. Biz ilbəil amortisasiya hesablayırıq, əsas vəsaitimizin dəyərini azaldırıq. Bu nə cür hesablanır? Baxın, 10.000 manat ilkin dəyərdir. 10.000-dən amortisasiya norması 20%-dir. 10.000-in bir dəqiqə. 10.000-dən biz 20% çıxacağıq. Adi bir dənə hesablama kimi Excel-də göstərim. Mən sizə bir dəqiqə göstərim. Baxın, 10.000-dir bizim bərabər qoyuruq. 10.000 bizim ilkin dəyərimizdir. Bundan çıxırıq 20%, düzdür? Nəsə düzgün hesablanır. Neçə dəqiqə? Niyə düzgün hesablanır? Bir dəqiqə.
bərabərdir. Baxın, belə deyim də, belə başa salım. Nəyə görəsə bu düzgün hesablamır. 10 minin 20% nə qədərdir? 2000. 10 mindən 10 mindən çıxırsan 2000, yerdə qalır 8000. 8000 artıq bizim qalıq dəyərimizdir. 8000. Artıq ikinci ildə amortisasiya hesablayanda 8000-i vururuq yenidən 20%. 20%. Baxın, artıq gələn il bizdən 1600 yox, 2000 yox, 1600 amortisasiya, belə deyim, əsas vəsaitdən 1600 amortisasiya xərci çıxılır. Baxın, burada da cədvəldə də qeyd elədiyim kimi, bunu belə deyim, yəni belə deyim, cədvəldən başa düşmərsiniz, ona görə orada başa saldım. Baxın, 10 mindən çıxırıq, birinci il 2000 çıxırıq. 2000. Yerdə qaldı 8000. Bizim qalıq dəyərimiz nə qədərdir? 8000. Artıq 8000-dən 8000-in 20%-ni çıxırıq. Yəni 8000-dən çıxırıq 1600, qalır 6400. Üçüncü il nə edirik? Üçüncü ildə 6400-dən çıxırıq 6400-ün 20%. 1280 manat. Yerdə nə qalır? 5120. Sonra nə edirik? Sonra 5 illikdir də, yəni 5 illik hesablayıb 5120-dən 5120-nin 20%-ni çıxırıq. Bunu da faizi eləyir 1024. Nə qədər? 5120-dən çıxırıq 1024, qalır 4096. Sonra burada bir dəqiqə 4096 neyse bir dəqiqə bərabərdir 4096 20%. 800 səhv yazılır bura. 819.20-dir. Burada vergül səhv düşüb. 819.20 baxın bu dəqiqə. Artıq bir dəqiqə burada səhv yazılıb. Mən hesablayım. 4096-nın bu il əsas belə deyim amortisasiyası 819.20-dir. Bərabər qoyuruq 4096-dan çıxırıq 819.20. Baxın bizdə 3276.80. 3276.80 bizim qalıq dəyərimiz qalır. Yəni bizim ləğv etmə dəyərimiz artıq 3276.80 eləyir. Sonra kimisə nəsə sual varsa verə bilər. Biraz qarışıq oldu, düzdür. Sonra keçək funksional metod, yəni bu istehsal vahidi metodu da gedir. Məhsullar belə deyim də istehsal olunur. Yəni hər il istehsal olunduqca, yəni istehsal olunan məhsulun miqdarına görə amortisasiya hesablanır. Bu iki mərhələdən hesablanır. Deyir, məhsulun vahidinə düşən amortisasiya məbləği. İlkin dəyərdən çıxırıq ləğv etmə dəyərin, bildiyimiz kimi ilkin dəyəri bilirik, bir də ləğv etmə dəyərin. İlkin dəyərdən ləğv etmə dəyərini çıxırıq, bölürük faydalı istifadə gücünə. Faydalı istifadə gücü də, yəni dediyim kimi, əvvəlki məsələ, indi yenə başa salacağım, yəni göstərəcəm. Yəni hər bir belə deyim, əsas vəsaitin faydalı istifadə gücü olur. Sonra amortisasiya xərci. Məhsul vahidinə düşən amortisasiya məbləği vurulsun istehsalın miqdarına, yəni nə qədər istehsal olunub. Yəni bunu vururuq artıq istehsalın miqdarına. Baxın, daş istehsalı ilə məşğul olan məsələlər üzərindən gedək. Daş istehsalı ilə məşğul olan müəssisə
30.000 azim dəyərində kiçik daş yatağı alır. Yatağın ləğv etmə dəyəri 5.000 azim müəyyən olunur. Hesablamalara görə yatağın maksimum faydalı istifadə gücü 100.000 ədəd daş istehsal olunmasıdır. Yəni 100.000 ədəd daş istehsal oluna bilər. Ay ərzində müəssisə 2.000 ədəd daş istehsal edib satır. Deməli, məhsul vahidinə düşən amortizasiya necə hesablanır? 30.000 ilkin dəyəridir. 5.000 də bizim ləğv etmə dəyərimizdir. 30.000-dən çıxırıq 5.000, bölürük 100-ə. 100.000 belə deyim, istehsal gücü 100.000-dir. Biz belə deyim, əmsalımızı tapırıq ki, yəni nə qədərdir. Sonra bu əmsalı tapandan sonra keçirik, nə edirik? Ay ərzində 2000 vahid məhsul istehsal olunur. Amortizasiya xərci necə hesablayırıq? 2000-i vururuq həmin bu əmsala. 2000-i vururuq 0.25-ə, yerdə qalır belə bərabər olur, yəni 500-ə. Bir də var, illərin rəqəmlərinin sayı, yəni bu çox az istifadə olunan metoddur. Yəni deməli, Müəllim, dediyim bağışlayın, sual buyurun. vermək istəyirdim. Bu Buyurun. metodlardan ən çox istifadə olunan hansılardır? Yəni ən çox. Bizdə, yəni Azərbaycanda, yəni vergi məcəlləsi əsasən azalan qalıq metodunu tanıyır. Yəni Azərbaycanda azalan qalıq metodundan gedilir. Yəni o birislər o qədər çox ehtiyac duyulmur, düzdürmü? Yəni o birilərdən də istifadə olunur. Məsələn, mən bildiyim qədərilə Türkiyədə düz xətt metodu istifadə olunur. Yəni o baxır ölkədən ölkəyə asılı ola bilər. Yəni bizdə hal-hazırda vergi məcəlləsinin tanıdığı amortizasiya metodu azalan qalıq metodudur. Aha, aydındır. Çox sağ olun. Aha, buyurun. Yenə bu azalan qalıq metodundan nəsə bilmədiyiniz məqamlar olsa, yenə sual verə bilərsiniz. Ən çox istifadə olunan o olduğuna görə onu dedim əsasən. Deməli, bizdə nə idi? İllərin bu çox dediyim kimi çox az istifadə olunur. Yəni demək olar ki, heç Azərbaycanda istifadə olunmur. Yəni illərin rəqəmlərinin sayının cəmi metodudur. Bu metod deməli 78 kimi tanınır. Yəni bu da nədir? 1-dən 12-yə qədər, yəni 12 ay nəzərdə tutulur. Yəni 1-dən 12-yə qədər rəqəmlərinin cəmi 78 olduğuna görə, yəni bunda nə cür hesablanır? İllərin rəqəmlərinin sayı qədər, yəni baxın, deməli 12-yə qədər 78-i hesablayaq. 12 var plus 12 13 dəqiqə hesablayaq bunu elə tam olaraq aydın olsun sizə. Bərabərdir 12 plus 1 bərabərdir 13 və bərabərdir 12 var 13 bərabərdir 156-nı bölürük 2. Baxın, burada düstur verib özü, yəni 12 aydır, yəni maksimum. 12-nin üstünə 1 gəlir. Yəni bu adi riyazi hesablamada prosto sadəcə göstərirəm ki, yəni nə cür bu 78 hesablanır. Bir də amortizasiya hesablayanda lazım olacaq bura. İkinci addım nədir? İlkin dəyər çıx ləğv etmə dəyəri və sonuncu il bölünsün illərin rəqəmlərinin sayı, sayının cəmi. Baxın bu nə cür hesablanır? Amortizasiya xərci birinci il üzrə ilkin dəyər vurulsun sonuncu il, illərin rəqəmlərinin sayı, sonuncu il çıx 1 bölünsün illərin rəqəmlərinin sayı. Bunun ən yaxşı misal üzərindən gedək tam anlamaqdan ötürü. Baxın, uzun müddətli aktivin ilkin dəyəri 10.000 azim, faydalı istifadə müddəti isə 3 ildir.
Bu zaman illər üzrə amortisasiya aşağıdakı kimi hesablanacaq. Birinci addım necə idi? Baxın, həm belə hesablama vermişəm. 1 plus 2 plus 3 illikdir də, düzdür? Faydalı istifadə müddəti 3 illik. 1 plus 2 plus 3 bərabərdir 6. Eyni qaydada 3 ildir də maksimum, düzdür? 3 il vurulsun. 3 il plus 1, 4. 4 vurulsun neçə edir? 12. Onu da bölürük 2-yə bərabərdir 6. İndi hesablama metodu nədir? Birinci il üzrə amortisasiya xərci 10.000 vurulsun maksimum ili 3 bölünsün 6-ya. Birinci il biz 5.000 manat amortisasiya hesabladıq. İkinci il amortisasiya xərci deməli 10.000 vurulsun 3 ildən çıx 1. Burada baxın yazılıb. Sonuncu il çıx 1 bölünsün 6-ya. Yəni bu da ki illərin cəmidə 6. Biz ikinci il bu qədər amortisasiya eləyəcəyik. Üçüncü il necədir? Baxın. 10.000 vurulsun 3 ən belə deyim sonuncu il çıx 2. Baxın burada da düsturdakı kimi. Bundan da 2-ni çıxırıq və üstdən 2 çıxanda 1 qalır. 10.000 böl 1 bölünsün 6. Üçüncü il isə bu qədər amortisasiya eləyəcək. Sonra baxın, əsas vəsaitin yenidən qiymətləndirilməsi var. Əsas vəsaiti belə deyim, bəzi şirkətlər olur ki, əsas vəsaiti yenidən qiymətləndirir də, belə deyim. Yenidən vergi məcəlləsində də var. Belə deyim, neyinir? Yenidən qiymətləndirmə olan dəyərin artımı 331 nömrəli hesabda qeyd olunur. Baxın, məsələdə başa salım yenidən qiymətləndirmədir. Deməli, 31-12-2015-ci il tarixində balansında olan binasının balans dəyəri 100.000 manat məbləğindədir. 01-01-2016-cı il tarixi isə ədalətli dəyər 125.000 olacaq. Yəni elə bil 2 ildən sonra bu 100.000-ə əvvəl mən 100.000 almışam bunu, balans dəyəri, ilkin dəyəri. Yəni balans dəyəri ilkin dəyəri demək. İlkin dəyər deyəndə, yəni amortisasiya çıxılandan sonra da qalıq dəyəri kimi, yəni balans dəyəri sayılır. 100.000-dir, amma 2 ildən sonra buna belə deyim də, norma ilə qiymətləndirilmə verilib, 125.000 olub. Artıq biz 25.000-i baxın, burada yenidən qiymətləndirmə üzrə ehtiyatlarda uçot alacağıq 25.000-i. Bir də 25.000-i gələcək əsas vəsaitimizin üzərinə. Sonra burada nələr var? Deməli, burada deməli, burada baxın, balans dəyərindən ədalətli dəyər, bazar dəyəri də belə deyim, yuxarı olduğuna görə biz əsas vəsaitin üzərinə gəldik. Sonra bir də aşağı ola bilər, yəni məbləğ ola bilər ki, ədalətli dəyər 2 ildən sonra belə deyim, aşağı olsun. Deməli, 31-12-2015-ci il tarixi balansında olan avadanlığın balans dəyəri 150.000 manat məbləğindədir. 05-01-2016-cı il tarixində ədalətli dəyər, bazar dəyəri 140.000 manat olaraq müəyyən edilib. Deməli, biz nə edirik? Ehtiyatdan azaldırıq 10.000 manat. Əsas vəsaitin dəyəri azalır 10.000 manat. Yəni, burada belə deyim, əvvəl 150.000 manat idi, amma ədalətli dəyər göstərir ki, 140.000 manat olur. Əsas vəsaitimizin dəyəri 10.000 manat azalır. Sonra əsas vəsaitin satılması var, bir də balansdan satılması, yəni balansdan silinməsidir. Yəni, əsas vəsait almışam, müəyyən səbəblərə görə sata bilərəm, yəni onu. Deməli, bunu da məsələ üzərindən gedək.
Deməli bu şirkətdən 01.05.2016-cı ildə ilkin dəyəri 15.000 manat olan yığılmış amortizasiya məbləği 10.000 olan avadanlıq 14.160 manat məbləğinə. Baxın bizdə burada əvvəl qeyd edim. Baxın ilkin dəyəri 15.000-dir. Yığılmış amortizasiya məbləği nə qədərdir? 10.000. Bizim artıq qalıq dəyərimiz nə qədər olacaq? 5.000 olacaq. Bizim qalıq dəyərimiz 5.000. Bir avadanlıq 14.160 məbləğində satılıb 12.000-ə də belə deyim. 12.000 plus ədvisi. Bunun 50% nağd, 50% isə kreditli. Bunu indi uçotda necə göstəriləcək? Bu barədə burada cədvəldə göstərmişəm. Baxın, bunun 50% deyil nağd, 50% kassa, 50% borc kimidir. Deməli, 14.160-dır. 2 yerə böləndə 7.080 edir. Bunun kassadan keçirilib 220 içində. Deməli, bunun 7.080-ı bizim kassamıza daxil olur. Biz əsas vəsaitə satmışıq. Onun 7.080-ı, yəni yarısı 50% bizim kassamıza daxil olub. Sonra 211-ci hesabda, yəni biz qalanı da debitor borc, yəni qarşı tərəfin bizə borcu yaranır. 7.080 uçot 211-ci hesabda uçot alınır. Sonra bizim, belə deyim, biz bunu 12.000-ə satmışıq. Biz bunu 12.000-ə satmışıqsa, bizim 611-ci hesabımızda, yəni 611, yəni gəlirimiz var, 12.000 gəlirimiz var. Bir də bunun 216-dır, yəni bizim dövlətə vergi borcumuz yaranır. Bunun 2160-ı vergidir, yəni. Biz satış eləmişiksə, bizim artıq vergi borcumuz yaranır 2160. Bu da 521-ci hesabda qeyd olunur. Sonra burada bizim amortizasiya necə uçot alınır? Yığılmış amortizasiyamız bizim nə qədərdir? 100.000, 10.000. Sonra baxın, bizdə amortizasiya deməli 10.000 olur. 5.000 manat bizim xərcimiz olur. 5.000 manat biz artıq satmışıq deyəm, əsas vəsaiti satmışıq deyə. Bizim 15.000 manat ilkin dəyərimiz idi. 10.000 manat bizim qalıq dəyərimizdir. 10.000 manat amortizasiyamız, yığılmış amortizasiya. Bizim qalıq dəyərimiz nə qədərdir? 5.000 manat. Biz artıq satdığımıza görə 5.000 manatı xərc kimi tanıyırıq. 731-ci hesabda uçot alınır. Bir də var, belə deyim də, biz həm də əsas vəsait artıq bizim balansımızdan çıxdığına görə 15.000 manat bizim 111-imizdən təmiz silinir. Deməli, biz burada 2 dənə xərc tanıtdıq. Birində 5.000 manat, 10.000 manat amortizasiya olunub. 10.000 manat xərcimizi tanıtdıq. Bir də 5.000 manat var. Bu 5.000 manatda biz amortizasiya eləməmişik axı. Sadəcə olaraq satmışıq, gəlir əldə eləmişik, faydasını əldə eləmişik. Artıq o 5.000 manatı biz xərc kimi tanıda bilirik. 15.000 manat ümumi olaraq xərc kimi tanıdıq. Sonra deyir, avadanlığın, kimsə nəsə başa düşməsə sual verə bilər buradan. Sonra avadanlığın satış əməliyyatına təqdim etdikdən sonra bu əməliyyatın köməkçi hesabına bağlanması əməliyyatını həyata keçirək. Deməli 5.000 manat. Burada yəni bu 801-ci hesab artıq belə deyim də, bu 600-lər, 700-lər artıq bağlananda 800-cü hesaba keçir. Bu da necə uçot alınır? Baxın,
bizim 611-ci hesabımızda 12.000 manat var. Yəni biz 12.000 manata bu əsas vəsaiti satmışıq, gəlirimiz var. Bu ay bağlanması veriləndə, mühasibatlıqda ay bağlanması deyir. Ay bağlanması veriləndə 611-ci hesab bağlanır, düşür 801-ci hesaba. 12.000 manat keçdi artıq 801-ci hesaba. Sonra burada deməli 731 5.000 manatda bizim satandan sonra bu qalıq dəyəri qalmışdı 5.000 manat. 5.000 manatı da biz xərcimiz idi 731-də. Bu da 801-ə bağlanır. Yəni 5.000 manat yenidən belə deyim 801 ilə bağlanır. Yəni 5000 731 də silinir. 611 də silinir. Keçir 801-ə. Sonra deyir əsas vəsaitlərinin satış əməliyyatlarını və satışdan sonra köməkçi hesabların bağlanmasının əməliyyatını qeyd edərək 801-ci hesab deməli 7.000 manat deyir, mənfəət əldə edildi. Əldə edilən mənfəət hesabat dövrünün mənfəətinə aid edilir. Deməli, bu mənfəətdən necə əldə olunur? Baxın, 611-ci hesabımızda bizdə 12.000 manat gəlirimiz var da, düzdür. 5.000 manat da bizim xərcimiz var. 12.000-dən 5.000 çıxanda yerdə nə qalır? 7.000 qalır. Artıq belə deyim də, baxın belə ixtisar eləyək. 801-in debetində 5.000 manat, kreditində nə qədərdir? 12.000 manat pul var indi hal-hazırda. Bununla bu ixtisar gedəndə nə qalır? 7.000. Aha, ümumi mənfəət hesablanır. Deməli, 801-də bizdə 7.000 var. Hal-hazırda 801-də bizdə 7.000 var. Bu 12.000-dən 5.000 çıxanda 7.000. İndi bu 801-dən biz atırıq 300-cü hesaba. Bu da bizim xalis mənfəətimiz, mənfəət hesabıdır. Belə deyim də, 700-cü hesablarla 600-cü hesablar, bunlar köməkçi hesablardır. Əslində, belə deyim, balans necə qurulur? Aktivlər bərabərdir, kapital plus öhdəlik. Sonra nələr var? Plus gəlir, xərc var. Həmən o gəlir, xərclər, gəlirdən xərc çıxılır, bağlanır 300-cü hesaba, yəni kapital hesabına. Yəni kapital deyəndə, yəni 300-cü hesab orada kapital var, sonra xalis mənfəət var. Yəni o bağlanır şirkətin xalis mənfəətinə. Deməli bizdə baxın, kreditdə 801 var idi. 801 bağlandı. 801 bağlandı, keçdi debitə 7.000 manat. Bu 7.000 manat da bizim xalis mənfəətimiz olaraq tanındı. Sonra burada kimsə nəsə başa düşmədiyi məqamlar varsa sual verə bilər. Sonra burada bir məsələ də qeyd eləyək. Baxın, burada bir qayda var. Deyir ki, bir çox hallarda əsas vəsait faydalı istismar müddətinə başa vurmadan istifadə üçün yararsız hesab edilə bilər. Bu halda fövqəladə hallar baş verməsi nəticəsində müəssisədə əsas vəsait istifadə təlimatına düzgün riayət edilməməsi nəticəsində baş verə bilər, nəsə ziyan ola bilər. Yəni faydalı istismar müddəti vaxtından tez başa vurmuş əsas vəsaitlərin balansdan silinməsi barəsində danışacağıq. Deməli, ASC-nin inventarizasiya komissiyası 02/2016-cı ildə ilkin dəyəri 25.500 və yığılmış amortisasiya 15.000 manat olan avadanlıq istifadəyə yararsız olduğu üçün vaxtından tez balansdan silmək qərar qəbul edir. Deməli, 22.000 bizim 111-imizdə balansımızda var da, yəni. Biz bunu siləndə 111-dən avtomatik olaraq 22.000-i silirik. Bizdə 22.000-in 115.000-i yığılmış amortisasiyadır.
amortisasiya xərcimizdir. Yerdə bizim nə qalır? Yerdə bizim qalıq dəyərimiz var. 22.500-dan 15.000 çıxanda 7.500 qalır yerdə. Artıq biz bunu bir dəfəli sildiyimizə görə biz bunu belə deyim də amortisasiya xərci kimi tanıda bilmirik. Artıq biz 731-ci hesaba sayr xərc kimi silirik. Sonra eyni qaydada yuxarıda başa saldığım kimi avadanlıqdır. Yəni 731-ci hesabda xərc kimi tanıtmışıq. Bunda eyni qaydada ay bağlanması verəndə, yəni belə deyim də, mənfəət çıxardanda artıq 801-ci hesaba bağlayırıq. 731-ci hesab təmiz silinir yəni. Sonra deməli eyni qaydada yuxarıda da yəni bunu göstərmişdim sizə. Deməli 801-ci hesabımızın baxın, fikir verin. 801-ci hesabımızın debitində 7500 var. Artıq biz belə deyim də xalis mənfəəti və zərərə bağlayırıq bu 801-i. 801-ci hesab keçir kreditə. Bizim xalis mənfəət, əlbəttə ki, bu gəlirlərdən xərclər çıxılandan sonra deyəm, belə deyim, burada artıq bu 7500 debitə düşür. Yəni belə deyim, 341-ci hesabı azaldır da. Vəssalam. Yəni kimin nəsə sualı varsa verə bilər bu barədə. Kimin nəsə sualı var? Çox sağ olun, təşəkkür edirəm. Rafiq bəy, təlim üçün təşəkkür edirəm sizə. Çox sağ olun. Ümid edirəm ki, iştirakçılar üçün faydalı oldu. Bir də iştirakçılara da təşəkkür edirəm ki, sona qədər dinlədilər, izlədilər. Bir də olaraq əlavə olaraq demək istəyirəm ki, iştirakçılara, bilmirəm, elanlarda görüblər, görməyiblər. Bizim hal-hazırda bir elanımız var. Mühasibatlığa girişlə bağlı bir aylıq təlim proqramı. Yəni təlimçimiz Rafiq bəy olacaq. Çox güman ki, axıra qədər də bütöv təlimi 8 dərslik belə deyək, təlimi Rafiq bəy özü keçəcək. Ətraflı məlumat istəsəz, mərkəzlə əlaqə saxlaya bilərsiniz. Bizim nömrəyə yazarsınız, sizə ətraflı məlumat göndərərlər bununla bağlı. Ödənişsiz bir təlimdir. Sadəcə olaraq kiçik bir qeydiyyat haqqı tələb olunur. Təlim ödənişsiz təlimdir. Qoşulub bir ay içində mühasibatlıqlarla bağlı istəsəz proqramı da sizə göndərə bilərlər ki, yəni hansı mövzular tədris olunacaq. Bu qədər. Hər birinizə təşəkkür edirəm. Mən sizə də təşəkkür edirəm. Çox sağ olun, təşəkkür edirəm Nadir bəy. Sağ olun. Gecəniz xeyrə qalsın. Sağ olun.